Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın hava tədqiqatları mərkəzlərinin model proqramlarının ən son tədbirlərlə tanış oluruq. May ayının 25-i 26-sına qədər olan müddət ərzində Qafqazın həm şimalında, həm də Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi üçün mümbit sinoptik şəraitin davam etməsi gözlənir. Yəni gün ərzində Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi nəticəsində Azərbaycanın əksər rayonlarında həm günəşli saatların sayında azalma gözlənir, həm də yağan leysan xarakterli yağıntıların artması ehtimalları yüksək risk olaraq qiymətləndirilir. Bakı, Abşeron, Sumqayıt ərazisi Azərbaycan ərazisində ən quraq ərazilərdən biri olsa da keçmiş dövrlərdə artıq yaxın gələcəkdə Bakı, Abşeron, Sumqayıt ərazisində və ümumilikdə Xəzər dənizinə yaxınlaşan şərq rayonlarında yağıntıların bugünkü göstəricilərdən 7-10 dəfə daha çox, daha intensiv, daha şiddətli və daha tez-tez yağması gözlənir. Təbii ki, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycan ərazisində də havanın temperatürünün artması, Xəzər dənizindəki dəniz su temperaturunun artması nəticəsində əraziyə daxil olan ən zəif sistemlər belə qısa müddət ərzində şiddətlənə bilir. Qlobal hava təhlil modellərinin göstərmədiyi tipə qədər güclənə bilir və bu da Bakı, Abşeron, Sumqayıt ərazisində gözlənilməz qəfil və şiddətli leysan yağışlarının yağmasına və yaxın gələcəkdə də bu tip proseslərin daha tez-tez baş verməsi ehtimallarında bir xeyli artım ehtimalları var. May ayının xüsusilə də 21-i və 22-sində Bakı, Abşeron, Sumqayıt arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi, hətta mən deyərdim ki, bugünkü yağışlardan daha ciddi, daha şiddətli yağışların yağması gözlənir. Çünki ümumilikdə may ayının 18 gündüz saatlarında, mayın 19 gündüz saatlarında Bakı, Abşeron, Sumqayıt arasında qısa müddətli yağış yağması və lokal şimşək çaxması ehtimalları var. Lakin artıq mayın 21-i və 22-sində isə Xəzər dənizi ərazisində növbəti ekstratropik tipli siklon sisteminin aktiv inkişafı gözlənir. Artıq bu prosesin təsirləri ilə may ayının 21-dən 22-sinə keçən gecə 22 may gün ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində hava şəraitinin qəfildən kəskin dəyişilməsi, tez-tez leysanların yağması, mayın 22-sində isə yağışın Bakıda aramsız xarakterli, intensiv və güclü yağması nəticəsində Bakının əksər rayonlarında yenidən su basmanın təkrarlanması ehtimalları var. Hazırda Avropanın İCMWF hava tədqiqatları mərkəzi və Alman hava tədqiqatları mərkəzi eyni siqnalları üst-üstə göstərir ki, may ayının 22-sindəki prosesin hər keçən saat daha da güclənməsi nəticəsində Bakıya qısa müddət ərzində 70 mm-dən 200 mm-ə qədər yağıntı yağması ehtimalları var.